Salam dostlar, xoş gördük. Dərslərimiz davam edir. Deməli, keçən dərsdə bir neçə argumenti qeyd elədik və bu nəticəyə çatdıq ki, əqli dəlillər, rasional dəlillər bunu göstərir ki, nəzəri irfanda qeyd olunan vəhdət vücud məsələsi, yəni varlığın təkliyi məsələsi bu tam rasional dəlillərlə uzlaşır. Yəni, ağıl da bunu deyir ki, əgər Allah mütləqdirsə, hər şey, varlığı hər şey əhatə edibsə, əzəli və əbədi varlıqdırsa, deməli, belə bir varlıq, o normaldır, yeganə varlıq olmalıdır və ondan başqa artıq onun varlığının mütləqliyi ikinci bir varlığa yer qoymur. Bu barədə ötən dərslərdə danışdıq və bu günəcən danışdığımız, qeyd elədiyimiz dəlillər ancaq rasional dəlillər idi. İnşallah növbəti dərslərdə artıq dini dəlillərə də keçid edəcək. Lakin ondan qabaq kiçik bir məsələyə toxunmaq istəyirəm. O da zatda tövhid məsələsidir. Keçən dəfə dərsin sonunda demişdim ki, Tanrının varlığının, Allahın varlığının təkliyi məsələsi irfani paradigmada, irfani kontekstdə bu zatda tövhid məsələsini ən gözəl şəkildə izah edir. Çünki bildiyiniz kimi kəlam kitablarında, fəlsəfə kitablarında tövhid məsələsini üç qismə ayırıblar. Zatda tövhid, sifətlərdə tövhid, feillərdə tövhid. Mən sifətlərdə və feillərdə tövhid bəhsinə daxil olmayacağam. Bizim bəhsimiz əsasən zatda tövhiddir. Yəni varlıq etibarı ilə Allahın varlığı, nəinki onun sifətləri və ya onun feilləri, xeyr, sırf Allahın varlığı. Bu, dostlar, bilirsiniz ki, dinin ilk təməl prinsipidir. Yəni, tövhid məsələsi bizim dinimizin ilk prinsipidir. Tövhid olmasa, ondan sonra nə nübüvvət olar, nə imamət olar, nə məad olar, axirət bəhsi, ümumiyyətlə din, şəriət, savab, cəza, cənnət, cəhənnəm, bunlar hamısı təbii ki, heç bir məna qazanmır. Bunların kökündə nə dayanır? Tövhid bəhsi dayanır. Deməli, tövhid fundamentdir, ona görə biz bunu nə etməliyik? Dəqiq bəhs etməliyik, dəqiq araşdırmalıyıq. Və bizim kitablarda, dini kitablarda və ya fəlsəfi və teoloji kitablarda, irfan kitablarında qeyd olunur ki, tövhid məsələsi nəyin qabağında dayanır? Şirkin məsələsi, şirkin müqabilində dayanır. Yəni, tövhid, əgər bir insan tövhidə inanırsa, o şirkdən uzaqlaşıb, yox, tövhidə inanmırsa, onun qarşısında nə dayanır? Şirk dayanır. Deməli, burada nə etməliyik? Tövhidi dəqiq araşdırmalıyıq ki, şirkə düşməyək, müşriklikdən uzaq duraq. Yaxşı, nəzəri irfan burada tövhid barədə nə deyilir? Deməli, dostlar, nəzəri irfanda qeyd olunan məsələ ki, varlıq təkdir. Bu prinsip ariflərə görə zatda tövhidi izah edən ən uyğun kontekstdir. Niyə? Çünki biz digər kitablara baxanda, fəlsəfə kitablarına, teologiya kitablarına baxanda, düzdür, onlar da zatda tövhiddən danışırlar və qeyd edirlər ki, Allah zat etibarilə təkdir, onun şəriki yoxdur, bənzəri yoxdur. Lakin onların danışdığı, vəsf elədiyi o tövhid, zatda tövhid, o həqiqətdə, sözün həqiqi mənasında zatda tövhidə dəlalət eləmir. Yəni, analiz eləyəndə, bu kitabda da qeyd eləmişəm, indi növbət dəqiqələrdə onu oxuyacaq. Biraz dərindən analiz eləyəndə görür ki, onlar əslində nəyə qayıdır? Sifətlərdə tövhidə qayıdır. Onlar zatın yox, sifətlərin tövhidini bizə çatdırır. Ona görə zatda tövhidi dəqiq şəkildə qeyd edən əsas kontekst irfani kontekstdir. Niyə? Çünki ariflər deyirlər ki, Allahın varlığı və zatı təkdir. Onun varlığının və zatının heç bir şəriki yoxdur. Varlıq etibarilə heç bir şəriki yoxdur. Yeganə varlıq odur. Ona görə, yeganə varlıq o olduğuna görə, o varlıq etibarilə, zat etibarilə şəriksizdir. Onun şəriki yoxdur. Bu, ariflərin iddiasıdır. Gəlin, indi mətni oxuyaq. Yenə izah verəcəm. Zatda tövhid. Tövhid mövzusu fəlsəfə, teologiya və irfan elmlərinin ən fundamental mövzusu hesab olunur. Bu da aydındır, bayaq dediyim kimi. Çünki din bu bir, belə deyil, nəticədir. Ortaya çıxan bir nəticədir. Onun kökündə nə qədər müqəddimələr dayanır. Məsələn, dindən qabaq peyğəmbərlik məsələsi var. Biz dinin həqiqətini isbat eləmək üçün ondan qabaq peyğəmbərliyin doğruluğunu isbat eləməliyik. Peyğəmbərlikdən qabaq Allahın varlığı gəlir. Allahın varlığının içərisində tövhid məsələsi yer alır. Yəni, bunlar nədir? Bu məsələlər silsiləvaridir, zəncirvaridir. Ona görə bunların başında nə dayanır? Tövhid dayanır, fundament odur. Əgər tövhid sabit olmasa, o zaman bu din, şəriət, İslam,
peyğəmbərlik, bunlar hamısı təbii ki, öz hökmünü itirəcək. Ona görə bu fundamental mövzudur. Tövhid İslam inancının özəyini təşkil edir. Tövhid inancı lazımi şəkildə təhlil olmadığı təqdirdə bunun mənfi təsirləri mütləq digər məsələlərin həllində özünü biruzə verəcək. Bəli. Əgər biz tövhiddə axsasaq, peyğəmbərlikdə axsayacaq, imamətdə axsayacaq, məhaddə axsayacaq, dində axsayacaq, şəriətdə axsayacaq. Niyə? Çünki bunlar dediyim kimi zəncirvarıdır. Sənin tövhidə verdiyin izah, sənin Allah anlayışına verdiyin izah o nəticədə özünü harda göstərəcək? Din anlayışında, imamət anlayışında, peyğəmbərlik anlayışında, şəriət anlayışında bunlar hamısı bir-birindən əlaqəlidir. Bir növ bunlar arasında bir növ səbəb-nəticə əlaqəsi var. Yəni fəlsəfədə bunu keçmişik. Deməli, səbəb-nəticə arasında bir uyğunluq var. Bu mütləqdir, zəruridir ki, səbəblə nəticə arasında uyğunluq olsun. Məsələn, odun xasiyyəti onun yandırmağıdır. Ona görə od yandırır, kül edir. Aydındır, baxın, səbəblə nəticəsi arasında bir uyğunluq var. Suyun xasiyyəti nədir? İnsanın tutalım susuz deyəndə onun susuzluğunu aparmaqdır. İnsan su içəndə susuzluğu gedir. Amma duzun xasiyyəti susuzluğu aradan aparmaq deyil. Ona görə insan duzlu bir şey yeyəndə susuzluğu artır. Bunlar nədir? Bunlar onu göstərir ki, səbəb-nəticə arasında bir əlaqə var, ontoloji bir əlaqə və zəruri bir əlaqə var. Və bu da normaldır. Nəyə görə? Çünki səbəb özündə olan xüsusiyyətləri nəticəyə ötürür. Duz özündə olan xüsusiyyətləri nəticəyə ötürür, su özündə olan xüsusiyyətləri nəticəyə ötürür, od özündə olan xüsusiyyətləri nəticəyə ötürür. Və bu əlaqə metafizik məsələlərdə də var. Məsələn, Tanrı səbəbdir, onun göndərdiyi din nəticədir. Burada bir əlaqə var. Bizim Tanrı barədə təsəvvürümüz, din barədə təsəvvürümüzə birbaşa təsir edir. Aydın məsələdir. Ona görə tövhid inancı lazımi şəkildə təhlil olunmasa, bu bütün məsələlərdə özünü göstərəcək. Buna görə də İslam alimləri bu mövzuya ciddi yanaşırlar. Tövhid mövzusu müzakirə olunarkən diqqət çəkən önəmli məsələlərdən biri tövhidin zat, sifət və feil olmaqla üç əsas hissəyə bölünməsidir. Bunu, yəni demək olar ki, bütün kitablarda siz görə bilərsiniz. Başqa sözlə desək, tövhidin üç mərhələsi var. Zatda tövhid, sifətlərdə tövhid və feillərdə tövhid. Zatda tövhid varlığın təkliyi konsepsiyası ilə əlaqədar olduğuna görə tövhidin təkcə bu qism üzərində fokuslanırıq. Deməli dostlar, biz burada niyə zatda tövhidə fokuslanırıq? Niyə feillərdə tövhid, sifətlərdə tövhid bu bəhsi araşdırmırıq? Çünki zatın təkliyi məsələsi və ya Allahın varlığının təkliyi məsələsi birbaşa zatdakı tövhidlə əlaqəlidir. Yəni o sifətlərdə və feillərdəki tövhidlə birbaşa əlaqəli deyil, dolayısıyla əlaqəlidir. Amma birbaşa zatda tövhidlə əlaqəlidir. Zat yəni varlıq, varlığın özü. Ona görə vəhdət-i vücud nəzəriyyəsi zatda tövhidlə birbaşa əlaqəlidir. Və bizim bu Tanrının varlığı haqqında düşüncələrimiz o zata verəcəyimiz izaha birbaşa təsir edir. Əgər biz varlığı tək bilsək, zatı o kontekstə uyğun təfsir edəcək. Əgər biz varlığı sonsuz sayda bilsək, sadəcə onları iki qismə ayırsaq, fəlsəfə və kəlam kitablarından kimi vacib varlıq, mümkün varlıq, amma hər ikisində varlıq olaraq qəbul etsək, o zaman bizim bu kontekstdə zata verəcəyimiz təfsir fərqli olacaq. Bəli. Görəsən fəlsəfə və teologiyadakı zatda tövhidə baxış irfandakı baxışla üst-üstə düşürmü? Yoxsa bu ikisi arasında ciddi fikir ayrılığı var? Təbii ki, fundamental fərq var. Niyə? Çünki fəlsəfənin və teologiyanın varlığa baxışı ilə irfanın, ariflərin varlığa baxışı eyni deyil. Ona görə bu məsələyə birbaşa təsir göstərir. Filosof və teoloqların qənaətinə görə zatda tövhid dedikdə Allahın təkliyi, şərksiz olması, zatının heç bir şəkildə xarici və zehni mürəkkəbliyin yol tapmaması və s. nəzərdə tutulur. Baxın dostlar, fəlsəfə kitablarında, teologiya kitablarında, kəlam kitablarında zatda tövhidi necə izah edirlər və ya əlamətlərini necə qeyd edirlər. Allah təkdir, şərksizdir, onun zatında heç bir mürəkkəblik yoxdur, istər xarici mürəkkəblik olsun, istər zehni mürəkkəblik olsun. Bunlar nədir? Allahın zatının təkliyinin izahıdır. Və müasir teoloq Cəfər Sübhaniyə görə, məsələn, zatda tövhid dedikdə Allahın vahid, əhəd, şəriksiz, bənzərsiz olması nəzərdə tutulur. Baxın, Ayətullah Sübhani kitabında qeyd edir, Allahın təkliyini izah edir. Hansı kitabıdır bu? Dipnotda qeyd etmişəm, Məfahimul Quran, 1-ci cild səhifə 311-315-də burada tövhid bəhsini açır və qeyd edir ki, Allahın təkliyi deyəndə
Nə nəzərdə tutulur? Allah vahiddir, Allah əhəddir, Allah bənzərsizdir, şəriksizdir. Nə deməkdir vahid və əhəd? Bunlar arasında nə kimi fərq var? Deməli dostlar, vahid dedikdə Allahın varlığının xarici baxımdan, yəni real aləmdə olan varlığının mürəkkəb olmaması, bəsit olması nəzərdə tutulur. Əhəd dedikdə isə Allahın varlığının zehni müstəvidə də bəsit olması və mürəkkəb olmaması nəzərdə tutulur. Bu barədə Allahın varlığının təkliyinə rasional əqli dəlillər mövzusunda toxunmuşdum tərif bəhsində. Qeyd etmişdik ki, Allahın varlığı gərək təkcə xarici baxımdan yox, həm də zehni baxımdan da mürəkkəb olmasın. Çünki mürəkkəblik hara aparır? Məhdudluğa aparır. Ona görə Qurani-Kərimin ayələrində Allah vahidi deyəndə onun xarici varlıq etibarilə təkliyi bəsit olması nəzərdə tutulur. Allah əhəd deyəndə onun zehni baxımdan tək və bəsit olması nəzərdə tutulur. Bunlar təbii ki, Qurani-Kərimdə bu fərq, vahid və əhəd arasındakı bu fərq belə açıq surətdə qeyd olunmur. Bu alimlərin çıxarışıdır. Və həmçinin şəriksiz və bənzərsiz. Allah şəriksizdir, yəni ona tay yoxdur, ona oxşar yoxdur və onun bənzəri yoxdur. Leysə kəmislihi şey, ona bənzər heç nə yoxdur. Baxın, bunlar hamısı təhlil edəndə nəyə qayıdır? Sifətlərə qayıdır, Allahın sifətlərinə qayıdır. Yəni Allah mürəkkəb deyil, sifətdir. Allah bənzərsizdir, sifətinin vəsfidir. Allahın şəriki yoxdur, sifətinin vəsfidir. Bunlar birbaşa zatın vəsfi deyil. Bəli, bunu qəbul edirik ki, sifətlər və feillər dolayısıyla zata qayıdır. Niyə? Çünki bu sifətlər və feillərin işi zatı vəsf eləməkdir. Bunlar zatın təzahürüdür. Amma qeyd olunan bölgüdə biz nə etmişik? Biz zat, sifət və feil məqamlarını bir-birindən ayırmışıq. Bu ayırmaya əsasən tərifləri də, şərtləri də qeyd edəndə məlum olur ki, burada qeyd olunan şərtlər ki, Allah əhəddir, vahiddir, şəriksizdir, bənzərsizdir. O birbaşa zata aid deyil. O nəyə aiddir? Sifətlərdə təvhidə aiddir. Aydındır. Belə olan təqdirdə nə olur dostlar? Belə olan təqdirdə bu nəticəyə gəlir ki, kəlam kitablarında, fəlsəfə kitablarında Allahın zatının təkliyinə dair, şərikinin olmamasına dair qeyd olunan şərtlər və ya təriflər və ya vəsflər, onlar həqiqətdə zatın təkliyini göstərir. Onlar həqiqətdə sifətlərin təkliyini göstərir. Burada nəsə gəlir? Burada bu nəsə gəlir ki, kəlam kitabları, fəlsəfə kitabları bizə zatda təvhidi həqiqi mənada çatdırmır. Bəli. Göründüyü kimi müəllif zatda təvhidə dair bir neçə təməl şərt qeyd edir. Yəni müəllif, yəni Cəfər Subhani ilk olaraq Allahın vahid və əhəd olduğunu vurğulayır. Vahid Allahın zatının xarici baxımından, əhəd isə onun zatının xarici yönlə yanaşı zehni baxımından da bəsit olması deməkdir. Allahın əhəd olmasını dedikdə onun zatının digər yaranmışlar kimi varlıq və mahiyyətdən təşəkkül tapmaması nəzərdə tutulur. Çünki zehni cəhətdən bəsitlik nə idi? Tərif bəhsində biz demişdik. Yəni Allahın varlığı varlıq və mahiyyətdən ibarət deyil. Bu varlıq və mahiyyətdən ibarət mürəkkəblik o mümkün varlıqlara aiddir. Və o mürəkkəblik mümkün varlıqlarda niyə var? Çünki mümkün varlıqlar məhdud varlıqlardır. Məhdud olduqlarına görə biz onlara mahiyyət biçirik. Mahiyyət varlığın bir növ formasıdır, biçilməsidir, ona limit qoyulmuş formasıdır. Ona görə varlıq və mahiyyət, mürəkkəblik bu ancaq mümkün varlıqlarda təsəvvür olunur. Mütləq varlıqda belə bir şey təsəvvür oluna bilməz. Belə mürəkkəblik isə tamamilə zehni bir mürəkkəblikdir ki, onu insan ağlı öz təhlillərində kəşf edir. Aydın məsələdir ki, biz xarici aləmdə varlıqlara baxanda, mümkün varlıqlara baxanda, onların zatında o mürəkkəbliyi, bu fiziki maddi gözlə görə bilmirik ki, deyək ki, bunun varlığının bu hissəsi maddidir, bu hissəsi varlıqdır, bu hissəsi mahiyyətdir. Xeyr, belə bir mürəkkəblik təbii ki, mövcud deyil. Bunu biz zehnimizdəki təhlillə ortaya qoyuruq. Amma bunlar reallıqdır. Allahın şəriksiz olduğunu dedikdə, onun tək olması və ibadətə layiq olan yeganə məbud olduğu, bənzərsiz olduğunu dedikdə isə ona tabe ola biləcək heç bir varlığın olmadığı nəzərdə tutulur. Baxın, şəriksiz, yuxarıda Cəfər Subhani demişdi ki, Allah şəriksizdir. Yəni nə? Bunun mənası nədir? Bunun mənası budur ki, o təkdir və ondan başqa ibadətə layiq ikinci bir varlıq yoxdur. Allahın şəriksiz olması budur. Bənzərsiz nədir? Bənzərsiz budur ki, ona tabe ola biləcək heç bir varlıq yoxdur. Heç bir sifətdə ona
bənzər, oxşar bir varlıq yoxdur. Bunlar hamısı nədir? Dostlar, bunlar hamısı həqiqətdə sifətlərdə tövhiddir. Deməli, zatda tövhid vahid, əhəd, şəriksiz və bənzərsiz elementlərini özündə ehtiva edir. Çünki Cəfər Sübhaninin tərifinə əsasən zatda tövhid dedikdə bu elementlər nəzərdə tutulur. İndi isə gəlin görək, filosof və teoloqların sözlərində keçən bu elementlər, yəni vahid, əhəd, şəriksiz və bənzərsiz, bu elementlər zatda tövhidə nə dərəcədə dəlalət edir? Həqiqətən bunlar zatda tövhidə dəlalət edir, yoxsa yox? Gəlin bunu araşdıraq. Allah vahid və əhəd kimi. Vahid və əhədin mənası aydın olduqdan sonra belə bir sual yaranır. Görəsən, vahid və əhəd anlayışları zatda tövhidə işarə edirmi? Kimsə burada belə bir iraz səsləndirə bilər ki, bu iki anlayış zatda tövhidə deyil, sifətlərdə tövhidə işarə edir. Çünki bəsit olmaq, mürəkkəb olmamaq bir növ vəsfdir. Bəli, aydın məsələdir. Filan şey bəsitdir, filan şey mürəkkəb deyil. Onun zatının vəsfidir, izahıdır. Birbaşa zatının özü deyil. Bayaq dediyim kimi, sifətlərlə zat arasında bəli, dolayı bir əlaqə var, amma əgər biz bu bölgünü etmişiksə, o bölgünün qaydalarına da riayət etməliyik. Ya əvvəlcədən deyək ki, yox, biz belə bir bölgünü qəbul etmirik. Zat, sifət, feil bölgüsünü qəbul etmirik, çünki bu üçü bir şeydir. Yox, əgər qəbul edirsə bu bölgünü, o zaman şərtlərə riayət etməliyik, qaydalara riayət etməliyik, tərifə riayət etməliyik. İndi, bəsitlik, mürəkkəb olmama, bənzərsiz olmama, bunlar əslində nədir? Zatı vəsf edir, o əslində zatın xüsusiyyətini bizə çatdırır, nəinki zatın özünü göstərir. Bunlar arasında fərq var. Ona görə kəlam kitablarında və fəlsəfə kitablarında zatın təkliyinə və ya zatdakı tövhidə aid qeyd olunan şərtlər, onlar həqiqətdə zatdakı tövhidi deyil, sifətlərdəki tövhidi bizə göstərir. Vəsf isə birbaşa zata deyil, onun sifətlərinə dəlalət etdiyi üçün bu iki anlayışı zatda tövhidə deyil, sifətlərdə tövhidə aid etmək lazımdır. Bəli. Yuxarıda qeyd etdiyim kimi, bəli, bəsit olmaq, mürəkkəb olmamaq bir növ vəsfdir, düzdür? Və vəsf də nəyə dəlalət edir? Sifətlərə dəlalət edir, birbaşa zata dəlalət etmir. Dolayısıyla bu şeylər, bu elementlər sifətlərdə tövhidə aiddir. Misal üçün, həyat sifətinə baxaq. Bu sifət Allahın diri olduğunu bildirir və onun zatına işarə edir. Halbuki həyat sifəti zatda tövhidə deyil, sifətlərdə tövhidə aid edilir və həqiqi diriliyin yalnız Allaha məxsus olduğunu bildirir. Baxın, biz deyirik ki, Allah həyat sahibidir. Allah həydir, diridir. Bu sifət aydın məsələdə Allahın zatına işarə edir. Amma biz deyəndə ki, Allahın diriliyi, məsələn, Allahın diriliyi, bu sifətdəki tövhid nədir? Yəni, bu dirilik həqiqi mənada, zat etibarilə, müstəqil olaraq ancaq Allaha məxsusdur. Heç kim bu dirilikdə Allaha şərik deyil. Yəni, Allah'dakı olan diriliyin keyfiyyəti ilə digər varlıqlardakı diriliyin keyfiyyəti heç vaxt eyni ola bilməz. Bu mənada tövhid, bu əslində hara qayıdır? Sifətlərdəki tövhidə qayıdır, zatdakı tövhidə qayıtmır. Eyni ilə həyat sifətindəki kimi biz vahid sifətini, əhəd sifətini qeyd edəndə və ya bənzərsiz və şəriksiz olduğunu qeyd edəndə, məsələn, deyirik ki, Allahdan başqa və ya Allahdır yeganə ibadətə layiq, Allahdır yeganə itaətə layiq və s. Bu əslində Allahın zatının keyfiyyətini bizə göstərmədi. Bu əslində Allahın vəsfini, sifətini ortaya qoydu ki, Allah elə bir məbuddur ki, yəni elə bir vəsfə sahibdir ki, gördünüz, sifətə qayıtdı. Elə bir vəsfə sahibdir ki, gərək ancaq ona ibadət olunsun. Bəli. Həyat sifəti ona görə sifətlərdə tövhidə dəlalət edir ki, bu sifət zatı xarakterizə edir və onun necəliyini izah edir. Baxın, bu çox önəmlidir. Sifətdəki tövhid nədir və ya sifət nədir? Zatı xarakterizidir və onun necəliyini göstərir. Belə olan halda vahid və əhəd sifəti də eyni ilə həyat sifətində olduğu kimi zatı xarakterizə edir. O zaman nəyə görə həyat sifəti sifətlərdə tövhidə aid edildiyi halda vahid və əhəd sifəti və ya vahid və əhəd sifətləri zatda tövhidə aid edilir. Aradakı fərq nədir? Nəyə əsasən biz arada fərq qoyuruq? Deyirik ki, vahid və əhəd zatda tövhidə dəlalət edir, amma həyat nəyə dəlalət edir? Sifətlərdəki tövhidə. Halbuki mahiyyət etibarilə, məzmun etibarilə, məna etibarilə ikisi də eynidir. Həm həyat sifəti zatı izah edir, onun necəliyini izah edir, həm də vahid və əhəd sifətləri. Ona görə vahid və əhəd sifətləri, qənaətimizcə vahid və əhəd sifətləri də sözün əsl mənasında sifətlərdə tövhidə aid edilməlidir. Yəni şərtləri əsas alsaq, o zaman biz Cəfər Sübhaninin bu dediyi qeydləri nəzəri irfan kontekstində qəbul edə bilmərik. Yəni zatda tövhid olaraq qəbul edə bilmərik. Allah şəriksiz və bənzərsiz kimi. Digər iki xüsusiyyət də nə idi?
Cəfər Sübhani qeyd elədiyi Allah şəriksizdir və bənzərsizdir. İndi gəlin bunlara baxaq, görək bu həqiqətən zatda təvhidə dəlalət edir ya yox. Allahın şəriksiz olduğu deyildikdə konkret olaraq nə nəzərdə tutulur? Allahdan başqa varlığın olmaması mı? Yəni biz deyirik Allah şəriksizdir. Nə nəzərdə tutulur konkret olaraq? Yəni Allahdan başqa varlıq yoxdur, yoxsa Allahdan başqa varlıq var, amma ona bənzəyəni yoxdur. Şübhəsiz ki, ondan başqa saysız hesabsız varlıqlar var. Bəli, bu kəlam və fəlsəfə kitablarında bu, yəni qəbul olunur ki, varlıq tək Allaha məxsus deyil. Allahdan başqa da varlıqlar var və Allah belə deyək, yaradılışı, onun Allahın yaratma prosesi dayanmadığına görə, o hər gün yaratdığına görə, hər an, hər saniyə, hər ləhzə yaratdığına görə varlıqlar da nədir? Sonsuz, deməli sonsuz sayda varlıqlar var. Bu kəlam və fəlsəfənin yanaşmasıdır. Deməli burada Allah şəriksizdir və bənzərsizdir deyəndə ondan başqa varlıq yoxdur demirik. Ondan başqa varlıqlar var. Amma o varlıqlar Allaha öz xüsusiyyətlərində bənzəmirlər. Deməli Allah sırf var olmaq baxımından şəriksiz deyil. Allah sırf var olmaq baxımından şəriksiz deyil. Baxın burada iki məqam var. Bir, Allah var olmaq baxımından şəriksiz deyil, amma varlığın keyfiyyəti baxımından şəriksizdir. Bu ikisi fərqlidir. Aydındır? Məsələn, Peyğəmbər. Sadə bir misal çəkim, onun üçün aydın olsun. Peyğəmbər, belə deyim, var olmaq baxımından şəriksiz deyil. Niyə? Çünki Peyğəmbər də var, digərlər də var. Amma Peyğəmbərin varlığının keyfiyyəti, mahiyyətinin keyfiyyəti, insanlığının keyfiyyəti, bəli, o şəriksizdir, o ən üstündür. Onun o varlığının keyfiyyətinin ən üstün olması, onun varlığının bir dənə olmasına dəlalət eləmir. Varlıq var, amma onun varlığı keyfiyyətcə fərqlidir. İndi kəlam və fəlsəfə kitabları, onlar da bu cür deyirlər. Deyirlər ki, Allah varlıq etibarilə tək deyil. Allahdan başqa da varlıqlar var, məsələn, mümkün varlıqlar. Amma keyfiyyət baxımından, necəlik baxımından fərqlidirlər. Yəni, o varlıqlar bundan asılıdır, vacib varlıqdan asılıdır, Allahdan asılıdır. Onlar yaranıblar, amma vacib varlıq Allah, o yaradandır, o hər şeyin sahibidir. Bəli. Deməli, Allah sırf var olmaq baxımından şəriksiz deyil. O zaman şəriksiz olduğunu necə anlamalıyıq? Yaxşı, Allah varlıq baxımından şəriksiz deyilsə, bəs biz niyə deyirik Allah şəriksizdir və bu kontekstdə şəriksiz olmaq nə ifadə edir? Şəriksiz olduğu dedikdə mahiyyət oxşarlığı baxımından onun varlıqda şərikinin olmadığı nəzərdə tutulur. Bayaq dediyim kimi, biz deyəndə ki, Allah şəriksizdir, yəni onun varlığının keyfiyyəti baxımından şəriksiz olduğunu nəzərdə tuturuq. Yəni düzdür, Allah da var, başqa nəsnələrdə, lakin bu iki varlıq arasında substansial fərq var, yəni cövhər fərqi var, mahiyyət fərqi var. Belə ki, Allahın varlığı zati, əzəli, zəruridir, ehtiyacsızdır. Allah belə bir varlıqdır. Başqalarının varlığı isə bu sadalananların tam tərsinədir. Yəni, onlar ehtiyaclıdır, onlar zəruri deyirlər, onlar sonradan yaranıblar. Deməli, şəriksizlik sonda zatiliyə, əzəliliyə, zəruriliyə və ehtiyacsızlığa qayıdır. Yəni, biz deyəndə ki, Allah şəriksizdir, bunu açanda, izah edəndə nəticə nə oldu? Bu şəriksizlik sonda zatiliyə qayıtdı, əzəliliyə qayıtdı, zəruriliyə qayıtdı, ehtiyacsızlıq. Baxın, bunlar hamısı nədir? Vəsfdir, vəsf. Hamısı vəsfdə, sifətlərdə təvhidə dəlalət edir, nəinki zatda təvhidə. Bəli. Bu sadalanan xüsusiyyətlər isə tamamilə ilahi sifətlərə aid özəlliklərdir. Bu mənada Allahın şəriksizliyi də onun sifətlərdə təvhidinə işarə edir. Bənzərsiz olması da bu qəbildəndir. Sifətlərdə təvhidə işarə edir. Bir sözlə, zatda təvhidə dair qeyd olunan xüsusiyyətlər əslində sifətlərdə təvhidə dəlalət edir. Ən yaxşı halda bu xüsusiyyətlərin zatda təvhidə dəlaləti qənaətimizcə mübahisəlidir. Baxın, deməli, Cəfər Sübhani qeyd elədiyi zatda təvhidə aid elementlər, xüsusiyyətlər, qeydlər, şərtlər hamısı izah olunandan sonra aydın olur ki, bunlar əslində sifətlərdə təvhidə aid imiş, zatda təvhidə deyil. Yaxşı, irfani paradigmada zatda təvhid nəyə dəlalət edir? Fikrimizcə, zatda təvhid sözün əsl mənasında, həqiqi mənasında, yalnız irfani paradigmada məna kəsb edir. Yəni, biz əgər zatın təvhidindən danışırıqsa, Allahın varlığının təvhidindən danışırıqsa, buna ən kamil surətdə izah verən ariflərin yanaşmasıdır, vəhdət-i vücud nəzəriyyəsidir. İrfani kontekstdə varlığın yeganə predmeti Tanrıdır. Yəni, ariflərə görə varlıq bir dənə Allahdır. Vəssalam. Ona görə burada varlığın zatın təvhidindən danışa bilərik. Niyə? Çünki varlıq, ondan başqa varlıq yoxdur.
burada ondan başqa varlıq yoxdur deyəndə biz avtomatik olaraq varlığın tövhidini, yəni təkliyini qəbul etmiş oluruq. Bu paradigmada həqiqətən zatda tövhid anlayışı məna qazanır. Bəli, kəlam və fəlsəfə kitablarında məna qazanmırdı, amma bu paradigmada bu məna qazanır. Çünki xarici aləmdə Allahın zatından savayı ikinci bir varlıq yoxdur. Baxın, tövhid nədir? Bir bilmədi, tək bilmədi, düzdür. İndi biz Allahın zatını tək bilməsək, bu zatda tövhid olduğu, xeyr. Baxın, biz tövhid deyəndə nədir? Tək. Tövhid sözün mənası tək etməkdir, bir bilməkdir. Həm deyirik ki, Allahın zatı, yəni varlığını tək bilirik, həm deyirik ki, Allahdan başqa zatlar var, yəni varlıqlar var. Həm deyirik ki, Allahın varlığı yeganə deyil, başqa varlıqlar da var. Həm də deyirik ki, Allahın varlığında tövhid, yəni zatında tövhiddən danışırıq. Bunlar uzlaşmır. Bu söz nə vaxt öz həqiqi mənasında işlənə bilər? Vəhdət-i vücud nəzəriyyəsini qəbul etsə. Yəni desək ki, varlıq bir dənədir. Onda burada tövhid anlayışı ortaya çıxır. Bəli, bu paradigmada həqiqətdə zatda tövhid anlayışı məna qazanır. Çünki xarici aləmdə Allahın zatından savayı ikinci bir varlıq yoxdur. Halbuki fəlsəfi və teoloji yanaşmada belə deyil. Bu elm sahiblərinin, bu elm sahələrində varlığın sonsuz sayda olduğu düşünülür. Varlıq sonsuz saydadırsa və o varlıqlardan sadəcə biri Allahdırsa və o varlıq digərlərindən sadəcə xüsusiyyətinə görə, keyfiyyətinə görə fərqlənirsə, burada hansı zatdan və varlıqdan tövhid, varlığın və zatın tövhidindən söhbət gedə bilər. Sadəcə olaraq bu varlıqlar, yəni sonsuz sayda varlıqlar var, sadəcə olaraq bu varlıqlar arasında Allahın varlığı zəruri, digərlərinki isə mümkün hesab olunur. Yəni ortada həqiqi tövhid yoxdur, varlıq etibarilə, zat etibarilə tövhid yoxdur, sifətlərdə tövhid var. İrfanda isə varlığın tək, şəriksiz və bənzərsiz olduğu qəbul olunur. Varlıq tək olduğu, ikinci bir varlıq olmadığı üçün avtomatik olaraq həmin varlığın da şərik və bənzəri olmayacaq. Bu əsasla zatda tövhid sözünün əsl mənasında yalnız irfani paradigmada anlam qazana bilər. Gördünüz dostlar, vəhdət vücud nəzəriyyəsi hansı nəticəyə gətirib çıxarır? Yəni bu əslində qıraqdan baxanda çox sadə, adi bir nəzəriyyə kimi nəzərə çarpa bilər, amma bu nəzəriyyə hara gətirir? Sözün həqiqi mənasında tövhidə gətirir. Yəni biz həqiqi tövhidi harda dərk edirik? Bu paradigmada, bu kontekstdə, vəhdət vücud kontekstində dərk edirik. Ona görə vəhdət vücud nəzəriyyəsi önəmlidir. Yəni İbn Ərəbini müsəlman ariflər, müsəlman filosoflar bəziləri niyə bu həddə təzim edirlər? Çünki onun gətirdiyi bu nəzəriyyə bizi həqiqi tövhidə aparır. İndi sual yarana bilər ki, bu həqiqi tövhiddir, digərləri həqiqi tövhid deyil. Bəs digər əqidədə olanlar necə? Onlar müşrikmi olurlar? Əlbəttə ki, xeyr, heç kim müşrik olmur. Sadəcə olaraq elmin dərəcələri var, idrakin, qavrayışın dərəcələri var. Ən yüksəyi budur. Və nəzərə alsaq ki, insanın kamilliyi onun qavrayışı ilə, dərki ilə birbaşa əlaqəlidir, o zaman bu şeylər insanın kamilliyinə, mənən, ruhən kamilliyinə xidmət edir. Və bu insanın kamilləşməsinə xidmət etdiyinə görə bu önəmli bir məsələdir. Amma digərlərdə təbii ki, onların inancı qurtuluş üçün kifayət edir və onların inancı da səhihdir. Sadəcə olaraq dediyim kimi mərhələ var. Hər belə deyim, dərəcənin sahibinin özünə xas bir idraki var ki, digərindən özündən aşağı mərtəbədə olandan fərqlidir. Xülasə, vəhdət vücud məsələsi, Allahın varlığının təkliyi məsələsi bizi gətirir bura, çıxarır, zatda tövhid məsələsinə çıxarır. Və dostlar, bu paragraf üçün olan bəhslər nə idi? Vəhdət vücud məsələsinə aid rasional dəlillər idi. Yəni biz sırf əqli dəlillərdən, rasional dəlillərdən istifadə edərək bu məsələni bu səpkidə əsaslandıra bilirik. Növbəti dərslərdə inşallah artıq dini dəlillərə müraciət edəcəyik. Yəni dini paradigmada, dini mətnlərdə görəsən bu nəzəriyyəni, vəhdət vücud nəzəriyyəsini dəstəkləyən ayə, hədis var, yoxsa yox? Onlara inşallah toxunacağam. Bugünü bu qədər. Hələ